Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bu günlərim Ağdam rayonunun Xındırstan kəndinin Təpə məhəllə deyilən bir ərazisindəyik və burada 18 sot həyət içində yerləşən bir mənzillə sizi tanış edəcəm. Bunun üçün də çox vaxtınızı almayacağım. Keçək mənzilimizdən tanış olaq. Əziz izləyicilərimiz, hal-hazırda darvazadan, yəni qapıdan içəri həyətə daxil olarkən gördüyünüz kimi burada bir dənə tikili var. Bu market kimi qabaqlar fəaliyyət göstərdi, indi fəaliyyətin dayanıb. Keçək başqa bir fikirlərlə sizə tanış edək. Hal-hazırda gəl, əziz qardaşlar. Və əziz izləyicilərimiz, sizin nəzərinizdə bir şey çatdırım ki, suyumuz axar vəziyyətdədir, daimi gəlir, yəni kran 32-lik şlankla çəkilmiş vəziyyətdə daimi axar vəziyyətdədir və keçək həyətimizin başqa bir yeri ilə sizə tanış edəcəyik. Və əziz izləyicilərimiz, həyətə daxil olarkən burada 1-2 dənə də belə tikililər var. Yəni burada da hündüşka, toyuq, zat belə şey saxlamaq üçündür. Özünüz gördüyünüz kimi, yenə deyirəm, Ağdam rayonunun Təpə məhəllə deyilən bir ərazisindəyik. Və keçək evimizin daxilində nə qədər otaqlar var, nə qədər şəraitlər, hamısını sizinlə tanış edək. Gəl qardaş. İzləyicilərimiz, sizin nəzərinizdə bir şey çatdırım ki, həyətdə çox gözəl bir ab-hava var. Yəni yaşıllıq da hər tərəf.